Hər vaxtınız xeyir olsun, dəyərli, gözəl dostlar. Bu günləri Examen Civic haqqında danışacağıq. Examen Civic bu yeni çıxan vətəndaşlıq imtahanıdır. Fransanın mədəniyyəti ilə, tarixi ilə, nə bilim, Fransada yaşamaqla bağlı olan keçirilən imtahandır ki, içində 40 dənə sual olur, 45 dəqiqə vaxt verirlər və 40 sualın 32-sinə düzgün cavab verməlisiniz. Mən bunun haqqında bir dənə kitab yazmışdım, xatırlayırsınız. O kitabın içərisində həm Azərbaycan dilində izah eləyirdim, həm fransız dilində izah eləyirdim və nəticə olaraq qəşəng bir kitab olduğunu düşünürəm. Amma indi o kitabdan daha gözəl bir şey göstərəcəm sizə. İnternet üzərində bütün suallar, düşən sualların hamısı paylaşılıbdır. İnternet üzərində də o sualların paylaşılması o deməkdir ki, siz gedib pulsuz bir şəkildə o sualları tapa bilərsiniz, rahat bir şəkildə gedib hazırlaşa bilərsiniz. Təbii, mən bundan istifadə eləyib sizi yanıma çağırıb hazırlaşdıra da bilərdim, amma düşünürəm ki, bu o qədər də etik deyil, çünki suallar zaten oradadır. Mən sizə necə eləyəcəyinizi göstərəcəm. Siz də pulsuz bir şəkildə gedərsiniz, hazırlaşarsınız, rahat bir şəkildə imtahanı keçərsiniz. Amma işdir, desəz ki, yox, bizim müəllimə ehtiyacımız vardı, bir hazırlıq keçməyinizi istəyirəm. Onda da bu hazırlığı mən təşkil eləyərəm, pulunuzu verərsiniz, gələrsiniz, mən sizə bunu öyrədərəm. Belə, internet üzərində yazırsınız, question examen civic. Görürsünüz, yazan kimi burada çıxdı. Və burada list officiel de question de connaissance vardı. İndi bunun linkini də təbii paylaşacağım. Bunun üstünə vuranda bütün suallar burada avtomatik olaraq sizin qarşınıza çıxır. Suallar bunlardır. Hamısını paylaşıblar. Yaxşı, bəs necə hazırlaşacağıq? Hazırlaşmaq üçün heç nə. Sualları götürürsünüz, hamısını kopyalayırsınız. Kopyaladıqdan sonra gedirsiniz ChatGPT-yə. Açırsınız ChatGPT-ni. Pulsuz bir şəkildə zaten istifadə eləmək olur. Bura bu sualları yazırsınız. Kopyalayırsınız. Altına yazırsınız ki, Azərbaycan dilində yazacaqsınız. Zəhmət olmasa mənə bu sualların tərcüməsini və həm Azərbaycan, həm də fransız dilində düzgün cavabını ver. Aha, vurursunuz. Həmin bu ChatGPT sizə bütün sualların həm cavabını verir, həm də ki 10 dənəsini indi elədi. Sonra da deyir ki, je vais m'arrêter ici pour éviter de surcharger la réponse. Si tu souhaites continuer avec les autres questions, n'hésite pas à me le faire savoir. Yazacaq ki, oui, hamısını elə. On birdən etibarən davam eləyir. Hətta ola bilər ki, bu sualların cavabını falan yazaram, hamısını kopyalayıb paylaşaram videonun altında. Budur dostlar, все. Eləyəcəyiniz şey budur. Comment s'appelle la constitution actuelle de la France? Constitution actuelle de la France est celle de la 5e République. Hal-hazırdakı Fransa konstitusiyası 5-ci Respublikanın konstitusiyasıdır. Bax belə. Все. Bu qədər sadə. İndi gedin hazırlaşın, imtahandan keçin. Bir də məlumat olaraq bildirmək istəyirəm ki, həmin bu Examen Civic imtahanının bizim bölgədəki 5 şəhər üzrə nümayəndəsi, rəsmi nümayəndəsi mənəm. Eyni zamanda bizim mərkəzimizdə fransız dili imtahanı keçirdirik. Yenə də bu 5 dənə şəhərdə. Angoulême, Vierzon, Saintes, Niort, Châteauroux.
Bu 5 dənə şəhərdə biz keçirdirik. Gəlib rahat bir şəkildə iştirak edə bilərsiniz xüsusi formasyonun tərkibində. Sağ olun, sağlıcaqla qalın.